Salam, hörmətli izləyicilər. Vətəndaşlar sual verir ki, yoldaşım məndən ev verməkdən öncə ev alıb, indi bilməzdən mənə pay düşmür. Qeyd edin ki, hörmətli izləyicilər, iki hal var. Yəni, hansı halda sizə pay düşə bilər. Bundan əvvəl sual verirlər ki, mənim atam rəhmətə gedəndə mən getdim, ərizə yazdım, anamın adına evi keçirtdik. Digər ailə üzvlərindən bir yerdə, digər qardaş bacılarından bir yerdə. İndi anam da rəhmətə getsə, mənə həmin evdən pay düşmürmü? Bu suala aydınlıq gətirəcəm. Bundan əlavə sual verirlər ki, bəs mənim yaşayış hüququm var idi, indi əlimlə boşanıram. Uşaq da məndə qalır, mənə təzminat ödəyirlər. Uşağı da ödəməlidirmi? Bütün bu sualları mən hüquqşünaslar Seyidzadə dediyim kimi aydınlıq gətirəcəm. Əgər kimə maraqlıdırsa video sonuna qədər izləsin ki, hər şey aydın olsun. Hörmətli izləyicilər, onu qeyd edin ki, həm hüquqşünas kimi deyəm, həm əlilliyi olan şəxs kimi deyəm. Bu yaşayış hüququna bağlı əlilliyi olan şəxslərin müəyyən güzəşt və imtiyazları var. Yəni ki, onu da izah edəcəyəm, hörmətli izləyicilər. Dediyim kimi sona qədər baxın. Sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbəri olsun. Eyni zamanda onu qeyd edin ki, hüququn məsələləri almaq üçün qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlaya bilirsiniz. Subavazı səslə göndərən hörmətli izləyicilər. Və yəni keçən mövzuya. Yəni ki, bütün suallara aydınlıq gətirin. Bundan əvvəl sual verirlər ki, atan ikinci dəfə ailə qurub, bilməzdən atan dünyasını dəyişib, birinci ailənin uşaqlarına pay düşmür və yaxud nikahdan kənar uşağı var, düşmür, bu barədə sual verirlər. İndi ona da aydınlıq gətirəcəm. Dediyim kimi keçdiyim mövzuya, hörmətli izləyicilər. Demək, qeyd edin ki, nikahdan əvvəl almış evin iki halı var. Yəni, vərəsə kimi əgər arasında bölmə. Birinci, sübut olunmalıdır ki, yəni, nikahdan əvvəl aldığınız zaman, belə deyək, əgər həmin evdə, nikah dövründə, tutaq ki, 2 otaq olub, ardınız 3 otaq eləmişsiniz və yaxud 4 otaq olub, 5 otaq eləmişsiniz. Bir sözlə, nəsə orada işlə görmüşsünüz də, belə deyək. O halda əhəmiyyəti yoxdur. Nikahdan öncə də olsa, həmin ev nikah dövründə əldə edilmiş hesab olunur və bunun da məhkəmə qaydasının bölgüsü həyata keçirir. Artıq bir otaq verək, 2 otaq verək, o məhkəmə predimetidir. Birinci məsələ bu. Digər məsələ ondan ibarətdir ki, mülkiyyət sahibi vəfat etdirsə, fərqi yoxdur. Yəni ki, nikahdan öncə də olsa, yəni pay düşür. Və keçən məsələ ki, anaya razılıq vermişsinizsə, belə deyək də, hörmətli izləyicilər, ata dünyasını dəyişəndən sonra ana öz adını sahibsə, siz sonra anadan pay istəyə bilirsiniz. Əgər ana da dünyasını dəyişirsə, o halda sizin yenə vərəsəyi payı var, hörmətli izləyicilər. Və digər məsələ də aydınlıq gətirin ki, bəli, hörmətli izləyicilər, əgər ata 2 dəfə 3 dəfə ailə qurubsa, birinci ailədən uşaqları varsa, dünyasını dəyişirsə, ona da pay düşür. Hətta nikahdan kənar uşağı varsa, atalıq veribsə, ona da pay düşür. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri budur. O ki, qadi, mülkiyyət sahibi sizdən evdən çıxardırsa və sizə təzminat ödəyirsə, əgər sizin uşağınız varsa, 18 yaşına çatmırsa, o halda ona təzminat pulu düşmür. Yəni, ailə başçısına verəcək, valideynə verəcək. Nəzərə alın, hörmətli izləyicilər. Qeyd edin ki, qaynata gəlin mübahisəsi, mülkiyyət mübahisəsi olduğu halda 2009-a qədər qeyd olunan, yəni qeydiyyata düşən şəxslər qanundan bir nəzərə alınır, 2009-dan sonra qeydiyyata düşənlər qanundan bir nəzərə alınır. Məsələ barəsində ki, 2009-a qədər qeydiyyata düşən şəxs dəxli yoxdur. Qaynatanın evidir, qaynananın evidir, qeydiyyata düşübsə, orada onun yaşayış hüququ var. Amma 2009-dan sonra qeydiyyata düşübsə, o halda yəni şəxs təzminat ödəməklə həmin şəxsi qeydiyyatdan çıxarda bilər. Bir mənalı şəkildə. Nəzərə alın, hörmətli izləyicilər. Və bayaq qeyd etmişdim, əlilliyi olan şəxslər. Bəli, istər gəlin, istər nəvə, əlilliyi olan şəxssə həmin evdə yaşamaq hüququ var. Onları da çıxartdığı zaman təzminat ödəməlidir. Artıq əhəmiyyəti yoxdur. Bu 2009-un sonra öncə qeydiyyata düşüb, yoxsa əvvəl qeydiyyata düşüb. Heç bir fərqi yoxdur, təzminat ödəməlidir. Hörmətli izləyicilər. Və bir məlumatın nəzərinizə çatdırmaq istəyirəm.
Artık bir neçə gündən sonra mən yer açıram, həmin yerdə hüquqi yardım göstəriləcək və qeyd edim ki, noyabr ayının sonuna qədər belediyə ilə hörmətli izləyicilər güləşdiri 30 manatdır ərizələrin yazılması və telefonla əyyanında hüquq məsələsinin verilməsi 10 manatdır hörmətli izləyicilər. Nəzərə alın. Sonunda bir daha sizdən xahiş edirəm ki, videonu bəyənin, kanala abunə olun, daha çox şəxsin xəbər olsun. Hörmətli izləyicilər, bu vacibdir. Əgər siz ödəniş etmişsinizsə və marifənizsə, heç olmasa qoy dəstək olsun, YouTube mənə ödəniş yazın. Hörmətli izləyicilər, əsas məsələdən biri budur. Diqqət çəkin, sağ ol. Sağ ol.